Xorvatiyalı virusoloq Beata Halasi süd vəzi xərçəngi yenidən qayıtdıqdan sonra qeyri-adi müalicə üsulunu öz üzərində sınaqdan keçirib. O, laboratoriyada qızılca peyvəndində istifadə olunan virus ştammı və vedikulyar stomatit virusunu hazırlayaraq bir neçə həftə ərzində onları birbaşa şişə yeridib. Nəticədə şiş kiçilib və cərrahlar onu tamamilə çıxara bilib. Alim artıq 4 ildir remissiyadadır. Mütəxəssislərin sözlərinə görə viruslar şişi birbaşa məhv eləmir. İmmun sistemi xərçəng hüceyrələrini tanımağa və onlara qarşı mübarizə aparmağa kömək edir. Bununla belə alimlərin bir qismi bu təcrübəni etik baxımdan düzgün hesab etmir və belə məlumatların yayılmasının bəzi xəstələri sübut olunmuş müalicədən imtina etməyə sövq edə biləcəyini bildirir. Həkimlər vurğulayırlar ki, bu yalnız bir klinik haldır və metodun effektivliyi geniş tədqiqatlarla təsdiqlənməlidir.